Birinci Dünya müharibəsi termini hardan gəlir? Bilirsiniz də, tarixdə iki dünya müharibəsi olub. Buna birinci və ikinci dünya müharibəsi deyirlər. Birinci 1914-18-ci illəri əhatə edir, ikinci isə 1939-45-ci illəri əhatə edir. Bəzi yerlərdə 46 yazan da var. Amma bu söz hardan meydana gəlir? Birinci Dünya müharibəsi başlayanda buna ilk ad verən ingilislər oldular. İngilislər buna əvvəlcə böyük müharibə adını verirlər, sonra isə sivilizasiya uğrunda müharibə adını verirlər. Çünki onlar Almanları sivilizasiyadan olmadıqlarını göstərmək istəyirdilər. Almanlar buna Avropa müharibəsi adını verdilər, fransızlar isə buna yenə böyük müharibə deyirdilər. Amerikanlar da buna böyük müharibə deyirdi. Ruslar buna çox özünə məxsus yanaşırdılar. Buna dövlət ikinci vətən müharibəsi deyirdi. 1812-ci il müharibəsi birinci vətən idi. Güya bu da ikinci vətən müharibəsidir. Lakin xalq buna o qədər də elə bir yanaşmadı. Xalq arasında buna Alman müharibəsi adını verirdilər. Bolşeviklər isə buna imperialist müharibə deyirdilər. Lakin Birinci Dünya müharibəsi termini ilk dəfə olaraq 1914-cü ildə Alman pasifist, yəni sülhsevər filosofu Ernest Haeckel tərəfindən verildi bu ad ona və ona Birinci Dünya müharibəsi adını verdi, dağıdıcı xüsusiyyətinə görə. Lakin belə deyək də, sonraki dövrdə Charles Repingtonun bir kitabı çıxdı 1918-ci ildə ki, buna 1914-18-ci illərin Birinci Dünya müharibəsi adını vermişdi. Bundan sonra bu leksikona möhkəm olaraq girməyə başladı. Siyasi leksikona isə bu termini daxil edən Winston Churchill oldu. 1927-ci ildə Siyasi Memuarlar deyə bir kitab nəşr etdirdi və həmin kitabda Birinci Dünya müharibəsi terminini göstərdi. Bundan sonra da siyasi leksikona yayıldı.